Son zamanlarda özümü əsəbi, stresli, yorğun hiss edirəm. Yəni onun üçün nə məsləhət görə bilərsiniz, nə edə bilərəm? Amma halbuki heç bir iş görmürəm, sadəcə çox yorğunam. Burada ola bilər D vitamini çatışmazlığı da var. Onda multizan D3 içə bilərsən həftə bir dəfə 50 minlik doza D3 içə bilərsən, qəşəng effekt göstərəcək. Amma başqa səbəblər də ola bilər. Yəni elə adam var ki, D-si normaldır, amma bu kimi şeylər, orada misal üçün yuxu pozuntusu, yaddaş pozuntusu, xüsusilə tələbələrdə, imtahana hazırlaşan adamlarda stres, əsəb gərginliyi, əzələ spazmları, həyəcan, ürək döyüntüləri və s. Bu kimi hallarda mütləq şəkildə istifadə olunmalı bir vasitə var və onu göstərim qoy. Qabafos tabletkadır. Bunu səhər axşam ya da gündə bir dəfə də olar. Yəni vəziyyətiniz biraz daha ağırdısa, səhər axşam için 2-3 ay müddətində yeməkdən yarım saat sonra bir tabletka için və siz o effektivliyi görəsiniz ki, beyin necə rahat işləyir, necə həyəcansız, necə stressiz, gümrah, səhər yuxudan oyanda da özünü gümrah hiss edirsən, yaddaş problemini itir. Çünki yaddaş probleminə insanlar çox səthi yanaşırlar. O dərin bir şeydir və gələcəkdə daha ağır fəsadlar verə bilər. Yəni üzərinə getmədikcə, onu müalicə eləmədikcə, yəni Alzheimer'a qədər geyib çıxa bilir. Sonra sən harda olduğunu unutursan, evin yerini tapa bilmirsən və s. Adını bir unudur. Yəni adını da unudur, əzizlərini unudur, oğlunu, qızını unudur və s. Yəni belə bir şeylər var. Ona görə də bu problemlər 20-30 il sonra baş verməsin deyə o da adətən o qocalığın xəstəliyidir. Pütüşlər ona bunama hastalığı deyirlər bəzən. Amma yəni niyə olsun da? Yəni 90 yaşayasansa niyə normal yaşamayasan ki? Növbəti videolarda görüşənə qədər özünüzə çox yaxşı baxın və videonu bəyənib paylaşmağı unutmayın. Fikirlərinizi də yazarsınız. Hələlik çox sağ olun.